Amerika Birləşmiş Ştatlarının Husilərə qarşı hava zərbələri dayanmır. Martın 16-sından başlayan hücumlarda hər gün onlarla insan həlak olur. Hazırda Yəmən bir neçə tərəfin maraqlarının toqquşduğu məkana çevrilib. Sovet İttifaqı dövründə bu ölkədə hərbi xidmətdə olan və tərcüməçiliklə məşğul olan sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov deyir ki, Yəmən çətin relyefə malikdir. Məhz buna görə Husilərin Birləşmiş Ştatlara və müttəfiqlərinə qarşı müqaviməti uzun müddət davam edəcək. Əməkdaşımız Rüstəm Mikayılzadə Husilərin fəaliyyəti ilə bağlı Tofiq Zülfüqarovun rəyini alıb. Amerika Birləşmiş Ştatlarının hərbi hava qüvvələri Husilərin Sana şəhərində və onun ətrafında yerləşən mövqelərdə 21 zərbə indirib. Nəticədə azı 12 nəfər həlak olub, 30 nəfər yaralanıb. Vaşinqton bu ilin martından Yəməndəki Husilərə qarşı zərbələr endirir. Qırmızı dəniz sahillərindəki problem əslində yeni deyil. Husilər 1994-cü ildə Yəmənin o vaxtki prezidenti Əli Abdullah Salehin korrupsiyası ilə mübarizə üçün yaranıb. Əsasən Amerika Birləşmiş Ştatları və İsrail əleyhinə fəaliyyət göstərən təşkilatı Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri qəbul etmir. Husiləri dəstəkləyənlər isə Həmas və Livan Hizbullahıdır. Qruplaşma özünü Həmas və Hizbullahla birgə Qərb əleyhinə müqavimət oxu kimi təqdim edir. Vaşinqton İranın da Husiləri silahlandırdığını iddia edir. Lakin rəsmi Tehran bu iddiaları əsassız adlandırır. Vaxtı ikən Yəməndə hərbi xidmətdə olan sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarov deyir ki, bölgə çətin relyefə malik olduğundan Husilərin müqaviməti uzun müddət davam edə bilər. Sovet dönəmində bilirsiniz ki, biz də konstitusiyaya uyğun olaraq hərbi xidmətə cəlb olunurduq. 3 ilə yaxın o bölgədə hərbi belə deyək, tərcüməçi kimi orada olmuşam və ümumiyyətcə deyə bilərəm ki, Yəmənlilər əskər kimi çox mərd, belə deyək, dözümlü əskərlərdir. Və bəllidir ki, orada quruda hansısa hərbi əməliyyatları həyata keçirmək demək olar ki, mümkün deyil. ...2023-cü ilin oktyabrın 7-sində Həmas İsrail münaqişəsinin yenidən alovlanması ilə Husilər Qırmızı dənizdə üzən əsasən İsrailə məxsus gəmilərə hücum etməyə başladılar. Təşkilat bunu Həmasa, o cümlədən Fələstinə dəstək məqsədi ilə etdiyini və İsraili zəiflətmək istədiyini bildirir. Birləşmiş Ştatlar isə Husilərin qlobal dəniz ticarətinə mənfi təsir göstərdiyini və hava zərbələrinin bu məqsədlə endirildiyini deyir. Vaşinqton bu yolla həm Ərəbistan yarımadasındakı əsas müttəfiqlərini, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini müdafiə etdiyini, həm də İranın bölgədəki mövqelərini zəiflətdiyini bildirir. Yəmənlə qonşu dövlətlər ötən illərdə Husilərə qarşı əməliyyatlar aparsalar da, onların fəaliyyətinə son qoya bilməyiblər. Yəmənə qarşı bilirsiniz ki, bir neçə il öncə geniş ərəb, belə deyək, koalisiyası hərbi əməliyyatları aparırdı. Həm Səudiyyə Ərəbistanı, həm Körfəzdə olan bəzi dövlətlər də buna qoşulublar. Və bu baxımdan demək olar ki, bu həmən hərbi əməliyyatların təzə bir səviyyədə davamıdır. Baxaq görək, hadisələr necə inkişaf olunacaqdır. Qırmızı dəniz sahillərindəki gərginlik Süveyş kanalından keçən yük gəmilərinin hərəkətini də çətinləşdirir. Qlobal yük daşımanın 15% bu marşrutla həyata keçirilir. Gərginliyin alovlanması gəmilərin Afrikanın cənubundan keçməsinə səbəb olur. Yük daşıma xərclərinin və müddətinin 10-14 gün artması neft, qida və digər vacib məhsulların qiymətlərinə mənfi təsir göstərir. Təkcə ötən il dünya ticarətinə 200 milyard dollar zərər dəyib. Ən çox ziyan görən isə Misir olub. Ölkənin Süveyş kanalından əldə etdiyi gəlir 7 milyard dollar azalıb.